İyunun 24-də Mingəçevirdə ölkənin ən böyük istilik elektrik stansiyası olan 8 noyabr elektrik stansiyasının açılış mərasimi baş tutub. 1280 megawatt gücündə olan bu stansiya müstəqil Azərbaycanda indiyədək inşa olunan ən böyük elektrik stansiyasıdır. Onun adı isə Vətən müharibəsində qazanılmış zəfərin tarixini 8 noyabr 2020-ci ilə bədləşdirir. Prezident İlham Əliyevin stansiyanın açılışında səsləndirdiyi fikirlər ölkəmizin enerji siyasətinin fəlsəfəsinin və nailiyyətlərinin təsdiqidir. Prezident çıxışında Mingəçevirin tarixən energetika mərkəzi kimi formalaşdığını və burada güclü kadr potensialının olduğunu xüsusi vurğulayıb. Ölkə başçımız həmçinin bildirib ki, son 20 il ərzində biz Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq. Bugün Azərbaycan qazı 12 ölkəyə ixrac olunur və bu bizim etibarlı tərəfdaş statusumuzu gücləndirir. Həmçinin 8 noyabr elektrik stansiyasının istifadəyə verilməsi ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək. Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bugün 8 noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. Bu açıqlamalar Azərbaycanın enerji modelinin davamlı inkişaf yolunda olduğunu və qarşıda daha böyük məqsədlərin dayandığını göstərir.